Ruhun ağrısı ya cismin ağrısı? Hansı dözülməzdir? Normal halda ruhun ağrısı vicdanın ağrısıdır mənə görə. Yəni vicdanın ağrısı cismin ağrısından bir şeylə fərqlənir. Cismin ağrısının zamanı var. Onun ağrı kesicisi var, ilacı var, dərmanı var. Dərmanı var. Amma vicdan ağrısının dərmanı yoxdur. Vicdanı təmizləmək olmur. Güya, məsəl üçün tarixdən misal deyək, güya bunun üçün 40 gün qaranlıq bir yerə enib çilə çıxartmaq, 40 gün tək qalmaq, sonra bir bağlı yerdə ibadətə məşğul olmaq, bir səhraya gedib, ya bilməm, bir vadidə insanların az keçdiyi olmadığı bir vadidə məskunlaşmaq, orada ibadət etmək və onu ilə özünü təmizləmək kimi özü ilə barışmaq. Reallıqda. Reallıqda mümkün deyil. Reallıqda hər kəsən öz vicdanının əməyini və bəhərini yeyəcək.